Salam əziz dostlar, tanışlar, hər vaxtınız xeyir olsun. Hər birinizin bayramınızı təbrik edirəm. Hər birinizə uzun ömür, can sağlığı arzulayıram. Çox təəssüflər olsun ki, Tarif Şurası imkan vermədi ki, yenə də bu bayram sevincini az da olsa yaşayaq. Heç olmasa özümüzdə hardasa bayram əhval-ruhiyyəsi yaradaq. Qiymətləri, benzinin və dizelin qiymətini, eləcə də başqa səhv eləmirəmsə elektriklə bağlı qərarlar qəbul elədi, qazla bağlı əlavə qərarlar qəbul elədi. Bu da o deməkdir ki, ya onlar Azərbaycanlı deyil, ya da Azərbaycanda yaşamırlar. Ona görə ki, maaş demək olar ki, kiminsə maaşın qalxdığını bilmirəm. Maaşlar qalxmayıb. Ondan sonra, məsəl üçün, şəhid ailəsi kimi şəhid ailəsinə verir 350 manat pul. Yəni, iş axtarırsan deyir, iş yoxdur və yaxud CV ver, hara deyirsən, maraqlanan da yoxdur. Nə də deyirsən, hər şeydə bir bəhanə tapırlar. Yəni, ona görə də biabırçılıqdır. Nə bilim, Allah səbir versin, deyim, deməyim. Deyə bilmərəm, amma onu deyə bilərəm ki, Allah özü hər birimizə kömək olsun. Allah bizi bundan betər günlərdən, bundan betər bayramlardan qorusun inşallah.